Salam sabahlarınız xeyir olsun. Oxuyur Nəriminə Gədəbəli. Eşq olsun Gədəbəlilərin bəzilərinə. Təşəkkürlər. Bəzilərinə eşq olsun. Təşəkkürlər, salamlar buradan. Hamısına yox da baxır hansına. Samavar almışam, silənim yoxdur. Samavar almışam, silənim yoxdur. Bir dərdə düşmüşəm, bilənim yoxdur. Ay ana bu yarım niyə gəlməz oldu? Açdın uca dağları görünməz oldu. Açdın uca dağları görünməz oldu. Vagondan düşəndə gözə eylədilər, axlımı başından toz eylədilər. Ay öləm, öləm, yarımı görməsəm, saralıb solam, yarımı görməsəm. Mütləq bunu etməliyəm. Ən çox bilirsiniz, mən nə vaxt belə edirəm. Hansı ki, mənə qıcıq gətirir də, müəyyən adamların danışığı, davranışı, etdiyi hərəkətlər falan, mən məcburam, məhz belə edirəm. Bax, bu qadın, elə qoy xanım da deyim, gecə bilmir, gündüz bilmir, özü xüsusi olaraq özünə mikrofon alıb, gücləndirici, səs gücləndirici mikrofon, güya bu toydadır, böyük bir tədbirdədir, güya bu belə dövlət başçısının, prezidentin qarşısında, məmurların, nazirlərin qarşısında konsert verir, önündə konsert verir, əlində də səs gücləndirici mikrofon. Bəzi insanlar var, deyir ki, qoy ürəyim partlasın, heç nə yazmayayım. Qoyun elə mənim də ürəyim partlasın, mən bu qadına heç nə deməyim. Sabah qardaşının oğlu evlənəndə və ya bacısının qızına, qardaşının qızına elçi gələndə bu qadını dəvət etməyəndə xətrinə dəyir ki, mən də sizdən birisiyəm də, xalasıyam, bibisiyəm, əm arvadıyam, day arvadıyam. Niyə məni saymamışsınız? Niyə məni bu məclisə dəvət etməmişsiniz? Bax, bu qadınlara deyirəm ki, sizi hansı sifətlə, hansı üzlə o məclisə dəvət etsinlər, bir ağbirçəklik edəsiniz, ağsaqqallıq edəsiniz, bir nənəlik edəsiniz, bir xalalıq edəsiniz, özlərinizə dəyər qoyun qadınlar. Çoxalıblar, belə qadınlarımız o qədər çoxalıblar. Bilmirəm, bu türklər deyir, qaz sözü işlədirlər. Mən bilmirəm, bu qadına kim qaz verib? Kim qaz verib? Kim deyib buna ki, sənin gözəl səsin var, ged özə bir 10 manat ver, 15 manat ver, bir mikrofon al və başla oxumağa. Arada Gədəbəyliləri də təhqir edir. Deyir ki, bəzilərinə salam göndərirəm, hamıya göndərmirəm. Bəziləri sənə ağılda olan adamlardır, səni dəstəkləyir. O səni dəstəklənməyənlər var, sənə deyirlər ki, bu yoldan çəkil var, çəkil ha. Onlar ağıllı Gədəbəylilərdir. Və məndən Məssarə Səfurə Bahadırdan bu qədər.